Video paylaşmışam, Allah səmadadır. Altına belə bir yorum yazıb, deyir, get tullan, Allah şah damardan irəlidir adama yazıbdır. Əvvəla bunu deyim ki, sənin bu yazdığın yorum ədəbdən və əxlaqdan kənardır. Yəni, ədəbə və əxlaqa yaraşmayan bir şəkildə müraciət eləmişsən, yorum yazmışsan və burada deyirsən ki, Allah şah damardan irəlidir adama. Əvvəla irəlidir adama yox, Allah Taala həmin ayədə deyir, şah damarından yaxınıq insana. Bu ayə Qaf surəsi 15-ci ayədir. Və bir çox insanlar bu ayəni düzgün başa düşməyiblər. Allah Taala deyəndə ki, biz insana şah damarından da yaxınıq. Bəziləri deyirlər ki, onda siz niyə deyirsiniz Allah səmadadır? Allah hər yerdədir. Allah Taala bizə şah damarımızdan yaxındır deyir ayədə. Bu ayəni düzgün başa düşməyiblər. Bu ayədə uca Allah mələklərini nəzərdə tutur, mələklərini deyir. Çünki bu ayənin davamını da oxumaq lazımdır. Allah Taala deyəndə ki, biz insana şah damarından da yaxınıq. Ayənin davamında buyurur ki, Allah Taala xatırla ki, yəni insanın sağında və solunda təsbit edən iki mələk oturmuşdur. İki mələk oturmuşdur. Dediyi hər sözü yazmaq üçün onun yanında hazır durub gözləyən mələk vardır. Yəni iki mələk vardır. Ona görə də bu ayənin davamını da oxumaq lazımdır. Uca Allah deyəndə ki, biz insana şah damarından da yaxınıq. Orada mələkləri nəzərdə tutur Allah Taala. Bir çox insanlar bu ayəni yanlış başa düşüblər, düzgün başa düşməyiblər.